Salam əziz tələbələr. Bugün sizlərlə ümumi sınav imtahanı 8-in suallarına baxırıq. İlk olaraq 46-cı sualdan başlayaq. Şərtdə bizə hərflərin bir-birindən fərqli bir rəqəmli ədədlər olduğunu verir. Yəni şərtdən sıfırdan fərqli də qeyd olunmadığına görə hər hansısa hərflərin yerinə sıfır yazmaq mümkündür. Baxırıq ki, burada 4 dənə N hərfini C-ya bərabər veribdir. Deməli, biz burada N-nı ya 1, ya 2 yaza bilərik. Çünki 3 yazsaq, 4 dənə N C-ya bərabərdirsə, C olacaq 12, yəni 2 rəqəmli ədəd olacaq. Əgər N-nın yerinə 2 yazmış olsaydıq, onda C-nın qiyməti 2, 4, 6, 8 eləyəcəkdi. Burada yerinə yazsaq, C 8 və N da 2 olsaydı, elə bura bu ikisinin cəmi 10 verirdi. Lap A-ya 0 versək belə, D-nın qiyməti 10 eləyəcəkdi. D da 2 rəqəmli ədəd ola bilməz. Deməli, N-nın yerinə 2 verə bilmirik. N-nın yerinə 1 yazsaq, C-nın qiyməti olacaq 4. Bu qolda 4-dür, bu qolda 4-dür. Onda ümumi yük 8-dir. Baxırıq ki, N 1-dir, C 4-dür. Mən baxıram ki, bizim istifadə edəcəyimiz ən kiçik ədədlər ya 0, ya 2 ola bilər. Əgər A-ya 2 qoymuş olsaydı, onda bu qol ümumilikdə 11 olurdu. Deməli, D da 11-dir. Bu da ödəməyəcəkdi. Deməli, A-nın yerinə məcburuq ki, 0 yazaq. Onda D olacaq 5. Yəni, sağ tərəfdə 5-dir, sol tərəfdə 5-dir. Onda bu qollardan asılan ümumi yük olacaq 10. 10 8-dən doğrudan da ağırdır. Ona görə bu tərəf qol daha aşağıda yerləşib. 10 və 8-i topladıq. Bu qolun ümumi ağırlığı 18 elədi. Sol tərəfdə qiymətləndirməni elə aparmalıyıq ki, bura daha ağırdır. Yəni 18-dən böyük qiymət verməlidir bizə. Baxırıq ki, biz 1-i 0-ı işlətmişiksə, onda Y-ni yerinə yaza biləcəyimiz ən kiçik qiymət 2-dir. 4 dənə 2, 8 verir. Bura daha yüngüldür. M-in qiyməti daha ağırdırsa, onsuz da yalnız bura 9 verə bilərik. 8, 9, bura 17-dirsə, tarazlıqda olduğuna görə bu biri qolda 17-ni verməlidir bizə. Baxırıq ki, 1, 2 işlənibsə, onda S-in yerinə ən azı 3 vermək mümkündür. 3, 3, 3, bu elədir 9. Bu qol 9-dur. Ümumi yük 18 isə, deməli, bura ən çoxu biz 8 verə bilirik. Deməli, 8 də 9-dan yüngüldür deyə T-nin qiyməti oldu 8. 17, 17. Bu qoldan asılan yük 34-dür. Bu qoldan asılan yük 34-dürsə və bu biri tərəfdə ondan yüngül olmalıdır. Baxırıq ki, bizdə deməli 0, 1, 2, 3, 4, 5 istifadə olunur, 8, 9 istifadə olunmuyor. Deməli, istifadə edə biləcəyimiz ədədlər 6 və 7-dir. Baxıram ki, R-in qiyməti K-dan daha kiçik olmalıdırsa, K-ya 7, R-ə 6 verirəm. Eyni şey bura üçün də keçərlidir. Deməli, K, R-in cəmi bu elədi 13, burada 13. 13, 13 bu qol oldu 26. Doğrudan da 26, 34-dən daha yüngüldür. Görürsünüz, daha yuxarıdadır. Bu daha ağırdır, aşağıya da artıb. 34 və 26-nın cəmi də 60-dır. Doğrudan da bu qol 60-dır, daha ağırdır. Bu 18-dir, daha yüngüldür. Deməli, bütün şərtlər ödəndi. Hərflər bir-birindən fərqlidir və bir rəqəmlidirlər. Tarazlıq şərtləri də ödəyir. Bizə R və S lazımdır. Baxıraq ki, R-in qiyməti bizdə deməli, olubdur 6. S-in qiyməti də olub 3. 6-dan da 3 çıxanda eləyəcək. 3, cavab olacaq C variantı. Keçirik növbəti 47-ci suala. 47-ci sualda baxırıq ki, bunlar, elə bilin ki, bu tərəf aşağıya doğru qatlanır. Sağdakı bu tərəfdə sola doğru qatlanır. Yəni, elə bilin ki, hər ikisi bu şəklin üzərinə qatlanır. Onda mən soldan sağa doğru baxsam, burada olacaq A, K, N, T, U, S hərfləri. Bunu aşağıya qatlasaq, soldan sağa oxuyanda T-dan başlayaraq yazmalıyıq hərfləri.
və nəticə etibarilə bu söz alınmalıdır. Geçdim bu biri tərəfə. Bunu aşağıya qatlasam, soldan sağa yazsaq K, T, N, S, A, U hərfləridir. Bunu aşağıya qatlayıb soldan sağa yazanda M, Z, A, R, T, D hərfləri olacaq. Deməli, baxırıq ki, K və M. K və M-nın cavabı F-dır. Sonra T və Z-ya baxırıq ki, T və Z burada işləməyib, bunu saxlayırıq. Söz F ilə başlamalıdır. B, Y, C variantları gedir. N və A-nın cavabı P olmalıdır. Yəni, üçüncü hərf P-dır. Hər ikisində P verilib. Dördüncü hərf T və N. T ilə N-nın cavabı O olmalıdır. Burada daha doğrusu S və R. S və R-nın cavabı L olmalıdır. Hər ikisində L-dır. Daha sonra A və T. A və T-nin cavabı C-dır. U və D-nin cavabı da E olmalıdır. Deməli, buna uyğun şəkildə baxsaq, cavab olacaq A variantı. Keçirik növbəti 48-ci suala. Qanunluğu müəyyənləşdirib sualı tapmalıyıq. Birinci şəkildən ikinci şəklə keçəndə bütövlükdə bu şəkli 90 dərəcə çevirmiş oluruq. İkinci şəkil alınır. İkincidən üçüncüyə keçəndə yenə də 90 dərəcə çeviririk, bu şəkil alınır. Deməli, yenə 90 dərəcə çevirəndə bu oxun işarəsi bu istiqamətdə olmalıdır. Variantlarda ona uyğun baxsaq A-nı, B-ni atmış oluruq. Ox bu formada yerləşməlidir. Y-ni, D-ni atırıq. Deməli, cavab qalacaq C variantı. Keçdik 49-cu suala. Futoşki sualıdır. 1, 2, 3, 4, 5 rəqəmlərini sətir və sütunda təkrarlanmadan verilən əməl işarələri ödənməklə, yəni böyük kiçik işarələri ödənməklə yerləşdirməliyik. İlk olaraq baxıram ki, bu sütunda bu xanada nədənsə böyükdür, bunlar da nədənsə böyükdür. Deməli, bunların heç birini biz bir şəklində yaza bilmərik. Çünki bir heç bir ədəddən böyük deyil. Deməli, bizdə məcbur bu xanaya 1 yazmalıyıq. Daha sonra baxıram ki, bizdə bu xana 1 oldusa, buradakılara baxmış olsaq, bunlar hamısı nədənsə böyükdürlər. Məsələn, buranı mən, bu xanadan da böyükdür, bu da böyükdür, bu da nədənsə böyükdür. Deməli, burada 1 yazma olmaz, burada 1 yazma olmaz. Amma bunların hər hansı biri 1 ola bilər. Daha sonra baxıram ki, burada 4 dənə xana, fikir versəz bu hissəyə. 4 dənə xana ardıcıl olaraq böyük işarəsindən davam edir. Mən baxıram ki, onda bunlar 4'ü də böyükdür. Buradakı ədəd də bundan böyük olmalıdır. Baxıram ki, onda bizdə bura 1'dirsə, mən bura 1 yazsam, 2, 3, 4 şəklində yazmış olaram. Deyə bilərsiniz ki, məsələn, bəlkə bura 4 yox, 5 də ola bilər. Bura heç vaxt 5 ola bilməz, çünki bu sətirdə 5 işlənib. Ona görə də məcbur ən çoxu bura 4 yaza bilərik. 4'dən kiçik ədəd də yazma olmaz. Çünki 3 yazsaq, onda bundan kiçik 2, 1 yazaraq bura ədəd yazmaq olmaz. Yəni, məcburdur ki, bunlar ardıcıl şəkildə 1, 2, 3, 4 olsun. Bunu tapdıq. Daha sonra 1, 2 burada varsa, deməli biz bura ya 3 yaza bilərik, ya 4 yaza bilərik. Daha sonra burada da 1, 2 işlənibsə, bura ya 3, ya 4, ya 5 yaza bilərik. Bundan böyük bir ədəd var deyən, bura 5 yazmaq olmaz. Bura əgər 3 və ya 4 yazsa, məcburdur ki, bura 5 yazmış olaq. Yəni, bura 5, 4, 3 işlənə bilmir. 2'ni də bura yazsaq, bundan balaca olan 2 dənə ədəd yoxdur. Deməli, biz məcburuq ki, 1 yaza bilmirik, kiçik nəsə yoxdur. 2 yazamırıq, 2 dənə kiçik ədəd yoxdur. 3, 4 yazamırıq, sütunda var. Məcbur bura yazmalıyıq 5'i. 5, 4, 3 işləndi, qaldı 2, 1.
Burada bir var deyən, bura artıq bir yazamıram deyən, bura 2, bura bir yazıram. Daha sonra burada bir 2 işlənib deyən, bura ya 3 ya 4 yaza bilərəm. 5 də var deyən 5 yazmaq olmaz. Deməli bu xana ya 3-dür ya 4-dür. 3 yazsam bura 2 yazmaq olar. 4 yazsam bura 3 də 2 də yazmaq olar. Yəni versiyalarımız var. Baxıram ki, indi burada 4 işlənib, 5 işlənibsə, bura indi 1, 2, 3 ola bilər. 1 yazsam birdən kiçik nəsə yazmaq olmur, həm də sütunda var. 2 yazmaq olmur, sütunda var. Deməli, məcbur bura 3 yazmalıyıq. 3-dən kiçikdirsə, bura ya 1 ya 2-dir. Amma burada 1 var deyən, bura gərək 2-ni yazın. Sətirdə 2, 3, 4, 5 var, bir dənə 1 yoxdur, tamamladım. Bu sətirdə bir dənə 4, 5 yoxdur. 5 bu sütunda var deyən 4'ü bura, 5'i bura yazdım. Bu sütunda 4, 5 var. Deməli, bu xana 1, 2, 3 ola bilər. 1, 2 sətirdə var deyən məcbur 3'ü yazdıq bura. 3, 4, 5 işləndi, 1, 2 qaldı. Sətirdə 1 var deyə bura 2'ni, bura 1'i yazdım. Sonra bu sətirdə çatışmayan ədədlər 2, 3, 4'dür. 2, 3 sütunda var deyə bu 2, 3 olan var. Bura 4 yazdıq. Qaldı 3, 2. 2 burada var, 2'yi yazamıram. 3'ü bura, 2'ni bura yazdım. Sütunda 1, 2, 5 var, 3, 4 yoxdur. 3 burada var deyən 4'ü bura, 3'ü bura yazdım. Sətirdə 1, 2, 3, 4 var, 5 yoxdur. 1, 2, 3 var, 4, 5 yoxdur sətirdə. Bu sütunda 4 var deyən 5'i bura, 4'ü bura yazdım. Cədvəli tam şəkildə tamamladıq. Bizdən ABCD-nin cəmini soruşur. A 4'dür, B 3'dür, C 5'dir, D 2'dir. Bu da elədi 14. Cavab olacaq B variantı. Daha sonra 50-ci suala baxsaq, deyir ki, sinifdəki partaların hər birində 4 şagird otursa, 3 parta boş qalar. Əgər biz partaların sayını x ilə götürsək, 3 parta boşdursa, deməli x minus 3 sayda partada uşaqlar oturublar. Hərəsində də 4 şagird varsa, bütün şagirdlərin sayını tapmaq üçün 4'ə vururum. Hər birində 3 şagird oturanda 3 şagird ayaq üstə qalır. Deməli, x parta varsa, hərəsində 3 nəfər oturubsa, ümumi şagirdlərin sayı olacaq 3x. 3 şagird ayaq üstə qalması o deməkdir ki, sinifdəki uşaqların sayı bu oturanlardan 3 nəfər artıqdır. O 3 nəfər ayaq üstə qalıb. Yəni ona görə plus 3 yazırıq. Vurub açsaq 4x minus 12 bərabərdir 3x plus 3'ə, x də bərabərdir 15'ə. Deməli, 15 parta var. 15 parta varsa şagirdlərin sayını tapanda ya bərabərin sonunda ya sağında yerinə yazırıq. 4 vurulsun 15 çıx 3. Bu da eləyir 48. Cavab olacaq C variantı. Keçirik növbəti 51-53-cü suallarda olan mətnə. Deməli, bizə universitetlərin adları verilib, fakültələrin adları verilib, tələbələrin sayları verilib və oxuduqları ixtisaslar verilib. Tutaq ki, mən burada fakültələri, daha sonra universitetləri, daha sonra saylarını və ixtisaslarını qeyd eləmək istəyirəm. Fakültələrimiz ABCDY-dir. Burada qeyd eləsək ABCDY-ni. Baxaq şərtlərə. Bizə deyir ki, KLM universitetlərinin ABY fakültələrində təhsil alan tələbələrin sayı nə ən az, nə də ən çoxdur. Yəni o deməkdir ki, ən az və ən çox tələbə KLM-də deyilsə, N-də və S-dədir. Bunlar universitetlərin adıdır. Hansı fakültələrində ABY-də deyillərsə, deməli C və D-dədir. Amma indi N universitetində C fakültəsi mi var, yoxsa D mi var, onu hələ bilmirik. Bunlardakı say ən az və ən çox olmalıdır. Yəni 120 və 300 olmalıdır. Amma yenə deyirəm, N-də olan fakültə hansıdır və yaxud da N-dəki tələbə sayı neçədir, bunun haqqında məlumatımız yoxdur. Amma bilirik ki, bunlar bir-birinə düz gəlməlidir. Keçirəm növbəti şərtə.
Sayı ən az olmayanlar S Universitetinin D fakültəsinin T ixtisasının tələbələri. Aha, konkret verib ki, D fakültəsi S Universitetinə aiddir. Yazıram D fakültəsinə S Universitetini və T ixtisasıdır. Və bizə deyir ki, sayı ən az olmayan. Biz də demişdik ki, S-də ya 120-dir ən azdır, ya da 300-dür ən çoxdur. Ən az olmayan deyirsə, deməli 300-dür. Onda belə çıxır ki, N Universitetində C fakültəsi var. C fakültəsinə yazdıq N-i və sayı olacaq 120. Bunda qeyd elədik, hələ ki, ixtisas bilinmir. Keçdik növbəti şərtə. Y fakültəsinin P ixtisasında təhsil alan tələbələr. Deməli, Y fakültəsinə P ixtisasını yazmalıyıq. Tələbələrin sayına görə üçüncü olan universitet. Tələbələrin sayına görə üçüncü olmaq o deməkdir ki, yəni biz ədədləri böyükdən kiçiyə sıralasaq üçüncü ədəd. Yəni 300, 225 sonra 200 gəlir. Yəni üçüncü 200'dür. Bura yazdıq yeni. Və onların sayı L-dən çox, K-dan azdır. Deməli, L-dən çoxdur 200 nəfər. Amma K-dan da azdır. Biz 200'ü, 120'ni və 300'ü istifadə eləmişik. Qalıb 150 və 225. Belə çıxır ki, L-də 150 tələbə var, K-da da 225 tələbə var. İndi hansını hara yerləşdirək, hələ ki bilmirik. Daha sonra KL universitetlərində FH ixtisasları var. KL universitetləri, yəni biz onları bura yazmalıyıq. Çünki burada 200 nəfər var, yəni KL-i bura yazmaq olmur. Və burada FH ixtisasları varsa, yəni biz bura FH-ı yaza biləcəksə, FH burada da TP işlənib, bir dənə R qalıb. Yəni biz Z-yə yazmalıyıq R-i. Bunu qeyd elədik. B fakültəsindəki tələbə sayı 150-dir. Bura qeyd elədik. Həm də 150-yə biz nəyi yazmalıyıq? L universitetini. Bunu da qeyd elədik. Onda bura yazacaq 225 və universitet də olacaq K. K, LNS universitetləri işlənibsə, bir dənə M universiteti qalıb. Qaldı indi bu ixtisaslar. Deyir ki, B-dəki tələbə sayı 150-dir və onlar F ixtisasına təhsil almırlar. Əgər biz B-yə F-i yaza bilmiriksə, tək boş yer buradır. Deməli, F-i biz bura yazacağıq. F, R, T, P ixtisasları işlənilib. Bir dənə H ixtisası qalıb. H-ı da yazırıq bura. Bizə verib ki, universitetlərin qeyd olunan tələbə saylarının artma sırasından düzün. Ən az tələbə 120-dir, yəni N-dədir. Yəni N burada 4-dən qeyd olunub. Daha sonra 150, bu da L-dir, 2 ilə qeyd olunub. Daha sonra 200 M-dir, 3 ilə qeyd olunub. 225K-dır, 1 ilə qeyd olunub. 300 də S-dir, bu da 5 ilə qeyd olunub. Yəni 4, 2, 3, 1, 5. Bu da olacaq A variantı. Daha sonra keçirik 52-ci suala. Deyir, aşağıdakılardan hansı səhvdir? Y fakültəsi M universitetindədir. Bəli, bu doğrudur. N universitetində R ixtisası var. Bəli, N-dəki R-dir. L-in tələbə sayı 225-dir. L-in tələbə sayı 150-dir. Deməli, C variantı səhvdir. Digərlərində yoxlayaq. F ixtisası A fakültəsindədirmi? Bəli, F-i A-ya yazmışıq. T ixtisasında 300 tələbə var. T'yə bəli 300 yazmışıq. Deməli, doğrudan da cavabımız olacaq C variantı. Daha sonra keçirik 53-ə. Bu dəfə doğrunu soruşur. Y fakültəsi M universitetində deyil, amma Y-ni biz M-ə yazmışıq. Bu düzdür. Daha doğrusu, yəni səhv cavabdır. Bunu götürmürük. N universitetində R ixtisası var. N universitetindəki ixtisas R-dir. Bu doğrudur. Yəni cavabımız B-dir. C-də deyir, L universitetində 225 tələbə var. Yox, 150-dir. Götürmürük. F ixtisası C-dədirmi? F ixtisası C-də. C-dəki ixtisas R-dir. F K-dadır. D variantı getdi.
CS Universitetindədir. C N Universitetindədir. D fakültəsi də S-də olan Y variantı da getdi. Deməli, cavab olacaq B variantı. Keçirik növbəti 54-cü suala. Qeyri-aşkar operatora aid olan bir sualdır. Baxırıq ki, 614 və 50 verib bizə. 614-ün rəqəmləri 6-nın kvadratı üstə gəlinsin 14. Bu bərabər oldu 50-yə. Üçbucaq operatoru neyniyib? 725-dən 24 alınıb. Birinci rəqəm 7-nin kvadratından 25 çıxanda eləyir 24. Deməli, kvadrat operatoru birinci ədədin kvadratının üstünə ikincini gəlir. İkinci operatorda birinci rəqəmin kvadratından yerdə qalan hissəni çıxır. Deməli, indi 948-in yanında kvadrat işarəsi varsa, biz bunu 9-un kvadratı üstə gəl 48 kimi yazırıq. Çıxılsın. 4 sonki yanında üçbucaq operatorudur. Yəni 4-ün kvadratından çıxacaq yerdə qalan hissəni, yəni 12-ni. Uzaqda çıxma deməkdir. 81 ilə 48-i topladıq. Bu elədir 129. 16-dan 12 çıxdıq 4. Çıxanda elədir 125. Cavab olacaq B variantı. Keçirik növbəti 55-ci suala. Deməli, aşağıdakı təsadüfi qeyd olunan nöqtənin 2, 3, 4 fiqurlarından kənara düşmə ehtimalını bizdən soruşur. Yəni, bizdə mümkün al buradakı ümumi sahədir. Yəni, çünki aşağıdakı şəkildə təsadüfi qeyd olunan nöqtədir. Yəni, ümumi bu sahəni götürməliyik mümkün al kimi. Əlverişli hal nədir? Deyir, 2, 3, 4-dən fərqli yerə düşsün, kənara düşsün. Yəni, ümumi sahədən 2, 3, 4 fiqurlarını çıxmalıyıq ki, yerdə qalan hissəni tapaq. Əvvəlcə ümumi fiqurumuzun sahəsini tapsaq, tərəflərə baxırıq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 vurulsun, düzbucaqlı deyən eni uzuna vururuq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ümumi sahəmiz oldu 110. 110-dan biz çıxmalıyıq 2, 3, 4 fiqurlarının sahələrini. İkinci fiquru belə bölsək, yəni mərkəz bura düşəcək. Yəni, radiusu bunun 1-dir. Olacaq pi vur r-in kvadratı, yəni 1-in kvadratı. Üstə gəl. Üçüncü fiqurumuz kvadratdır. 1, 2, 3-dür tərəfi. Şərtdə də qeyd edib ki, tərəflərin ortasında olur nöqtələr və yaxud da təpələrində olur. Və buranı onda yarım, buranı da yarım götürsək, bu isə bütöv 1 olur. Burada 1-dir, burada 1-dir. Yəni, bura olur 3. 3 vur 3. Üstə gəlinsin. Dördüncü fiqur 3 bucaqdır. Görürsünüz, burada yarımdır, burada yarımdır. Yəni, bunu 1 kimi götürsək, 2, 3, 4 eləyəcək bu. 4 vur. Hündürlüyümüz buradır. Gördüyünüz kimi 1, 2 dənə xanada yerləşir. 4 vur 2 böl 2. Bu oldu 4. Bu oldu 9. P'nin də yerinə 3 yazsaq, burada eləyir 3. Yəni 110-dan çıxacaq 16-nı. Bu da eləyəcək 94. Onda ümumi ehtimalı hesaplamış olsaq, ümumi sahəmiz 110-dur. 2, 3, 4-dən kənar hissənin sahəsi 94-dür. Cavab olacaq 110-da 94. A variantı. Burada cavabda sizə ixtisar olunmamış formada verilib. Amma təbii ki, ixtisar eləyib. 2-yə bölsək, bura 55, bura 47. Yəni 55-də 47 şəklində də cavabda vermiş ola bilər. Daha sonra keçirik 56-cı suala. Bizə verib ki, mavi və yaşlı rəngli karandaşlar eyni karandaşlarının bir-birinin yanında saylarının 2-dən artıq olmaması şərti ilə. 2-dən artıq olmamaq nə deməkdir? Yəni, əgər 3 dənə yan-yana mavi karandaş varsa, qayda pozular. 4 dənəsi olsa pozular və yaxud da yaşıl karandaş da eyni ilə. Deməli, qayda 3-cü karandaşdan etibarən pozula bilər. Biz demişik ki, əgər 2 cür karandaşımız varsa, mümkün versiyaların sayı 2 üstə n düsturundan hesablanır.
Yani bir karandaş olanda 2 üstü 1, 2 versiyamız var. 2 karandaş olanda 2 üstü 2, 4 versiyamız var. 3 karandaş olanda 2 üstü 3, 8. 4 karandaş olanda 2 üstü 4, 16. 5 karandaş olanda 2 üstü 5, 32. 6 karandaş olanda 2 üstü 6, 64. 7 karandaş olanda 2 üstü 7, 128. 8 karandaş olsa 2 üstü 8, 256. Ehtiyac olsa sonra davam eləyərik. Bunları da 2'den artıq yanaşı değilse qayda 3-cü karandaşdan etibarən pozulur. Yəni bir dəfə 1, bir dəfə 3, bir dəfə 8 çıxırıq ardıcıl şəkildə. Onda nə qalır bizdə? 8-dən 1 çıxdıq 7, 16-dan 3 çıxdıq 13, 32-dən 8 çıxdıq 24. Baxıram ki, 3 həddi toplayanda 2, 4, 7-ni topladıq 13. 4, 7, 13 topladıq 24. Deməli 7, 13, 24 topladıq 44. 13, 24, 44-ü toplayanda bu eləyir 81. 24, 44, 81-i toplayanda da eləyir 149. İndi bu olsun 2'den artıq mavinin yanaşı işlənməməsi. Həm də yaşıllarda yanaşı işlənilməz axı. Yəni 3-cü karandaşdan etibarən yaşıl rəngli karandaşlar üçün də qayda pozula bilər. Yenə də 3-cü karandaşdan başlayaraq 1, 3, 8-i çıxırıq. 2, 4, 6, 10, 16. Baxırıq ki, 2, 4'ü topladıq 6. 4, 6'nı topladıq 10. 6, 10'u topladıq 16. 10, 16'nı topladıq 26. 16, 26'nı topladıq 42. 26, 42'ni topladıq 68. 42, 68'i toplasaq bu 110 eləyər. Bizə də deyir ki, sayının iki rəqəmli ədədə bərabər olması üçün ən çoxunu neçədən götürə bilərik? Burada artıq üç rəqəmli olubsa, deməli ən çoxu burada dayanmalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 karandaşda yəni dayanmalıydıq. Deməli cavab olacaq C variantı. Daha sonra keçirik 57-ci suala. Aşağı operatora aid olan bir sualdır. Əvvəlcə 12 operator 5'i hesaplamalıyıq. Üçbucağın sol tərəfi 3A'dır. Burada da 12'dir. Yazırıq ki, 3A bərabərdir 12'yə. Deməli, A olacaq 12 bölücü, yəni 4. Üçbucağın sağ tərəfi B'dir. Burada 5'dir. Yazırıq B də bərabərdir 5'ə. Gətirib burada yerinə qoyuruq. 4'ün kvadratı üstə gəlinsin 5. 16'nın üstə 5 gəlirəm, eləyir 21. Yəni 12 operator 5'in cavabı 21'dir. İndi bunu hesaplamalıyıq. 6 dairə C'ni. Dairənin sol tərəfi 3A'dır. Burada sol tərəfdə 6'dır. A da bərabərdir 6'nı 3'ə bölürəm 2. Dairənin sağ tərəfi 2B'dir. Burada C'dir. 2B C'yə bərabərsə B də bərabərdir C böl 2'yə. Gətirib burada yerinə qoyuram. 4A, yəni 4 vur 2, çıx B, yəni çıx C böl 2 bərabərdir 21'ə. C böl 2 olacaq 8 çıx 21, yəni mənfi 13. C də bərabərdir mənfi 13'ü 2'yə vururuq. Eləyəcək mənfi 26. Yəni D variantı. Keçirik 58-ci suala. Əvvəla baxıram ki, burada bu böyük düzbucaqlının ümumilikdə içərisində nə qədər dairələr var? Kiçik qara dairələr. Yəni bunları da nəzərə alırıq. Çünki bunlar hamısı böyük düzbucaqlığın içərisindədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Ümumilikdə 24 dənə qara dairələr var. Üstə gəlinsin. İndi baxıram bunları silək. İndi baxıram bu içəridəki düzbucaqlının içindəkilərə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada da 8 dənə bütövlükdə dairə var. Üstə gəlinsin.
Bu balaca düz bucaqlığın içərisində 2 dənə dairəmiz var. Bu 2-ni vururam 3-ə. Aldığım cavabları toplayanda eləyir 38. Yəni, böyük düzbucaqlıdakı dairələr, üstəgəl ortadakı düzbucaqlığın içindəki bütün dairələr, üstəgəl ən balaca düzbucaqlığın içindəki dairələr vurulsun 3. İndi burada onu tətbiq eləsək, deməli, böyük düzbucaqlığın içərisində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə dairəmiz var. 17 üstəgəl. Sonra keçirik indi o içəridəki ortada olan düzbucaqlıya. Baxırıq ki, burada 1, 2, 3, 4, 5, 6 dənə dairə var. Üstəgəl 6. Üstəgəl. Ən içəridəki balaca düzbucaqlıda 2 dənə dairə var. Yazırıq 2 vur 3. Bu da eləyir 29. Yəni cavab olacaq C variantı. Gəldik 59-cu suala. Deyir ki, həftə sonuna qədər davam etməsi gözlənilən yağışlı hava səbəbilə əhaliyə dəyən ziyanın artacağı gözlənilir. Bu cümlədən nə başa düşə bilərik? Deyə bilərik ki, yağışlı hava həftə sonuna qədər davam edir. Həmçinin əhaliyə dəyən ziyanın artacağı gözlənilir deyirsən, yəni müəyyən qədər artıq ziyan dəyməyini bilirlər və ziyan daha da artacaq mənasında işlənilir. Bizdən mütləq düzgündür soruşur. A-da deyir, həftə sonuna qədər fasiləsiz yağış yağacaq. Fasilənin olub olmamasıyla bağlı bizə heç nə demir. Yəni, mütləq düzgün kimi bunu deyə bilmərik. Düzdür, həftə sonuna qədər davam etməsini gözləyirlər. Amma fasiləsiz olacaq, yoxsa fasilə ilə olacaq, onunla bağlı bir şey deyilməyib. B-də deyir ki, əhaliyə müəyyən qədər ziyan dəyib. Bəli, ziyan dəyib ki, deyir ki, ziyanın artacağını gözləyir. Ona görə doğru cavab B variantıdır. C-də deyir, ziyanın artacağı dəqiqdir. Dəqiq deyil, sadəcə gözlənilir. Həftə sonu hava günəşli olacaq. Həftə sonuna bağlı heç nə deməyib. Həftə sonundan sonra dəyən ziyan aradan qalxacaq. Bununla bağlı da bir şey deyilməyib. Cavab olur B variantı. Keçirik 60-cı suala. Bizə deyir ki, özəl ali təhsil müəssisələrinə qəbul olanlar, ümumiyyətlə qəbul olanlar neçə faizdir? Deməli, biz əvvəl tapmalıyıq ki, özələ qəbul olanlar neçə faizdir? 100 faizdən qəbul olmayanları, yəni 60 faizi çıxsam, bu eləyir 40 faiz. Deməli, 40 faiz qəbul olan var. İndi tapmaq istəyirəm ki, özələ nə qədər qəbul olub? 40 faizdən çıxıram, dövlətə qəbul olanların cəmini, yəni 15,4 ilə 10-u. Bu eləyəcək deməli 14,6. Deməli 14,6 faiz özələ qəbul olanlardır. Biz tapmalıyıq ki, 14,6 40-ın, yəni sadəcə qəbul olanların neçə faizidir? 14,6-nı bölürük 40-a, vururuq 100-ə. Bu da eləyəcək deməli 36,5. Deməli cavab olacaq Y variantı. Sonra keçdik 61-ci suala. Baxırıq ki, burada bizə verib ki, bu hissənin uzunluğu, yəni belə deyək, bunun uzun tərəfi 20 santimetrdir. Deməli, onda burada 20 santimetrdir. Və bu 20 santimetrə 1, 2, 3, 4, 5 dənə belə çubuq yerləşibsə, deməli, bunun eni 20-ni 5-ə bölür. Yəni, bunların hər biri 4-dür. Və baxırıq ki, bir dənə bu hissəni düzəltmək üçün 7 dənə bu çubuqdan istifadə olunur. İndi gəlirəm, bura baxıram. Mən baxıram ki, onda bir dənə bu hissənin uzunluğu nə qədər olacaq? Biz tapdıq ki, bura 4-dür, bura 4-dür, bu hissədə 20-dir. Yəni, bir dənə bu hissənin uzunluğu 28 santimetrdir. 28 santimetrdirsə, burada da ümumilikdə bu 840 santimetr olubsa, 840-ı 28-ə bölürəm ki, görün belə neçə dənə mənim figurum var. Bu eləyəcək 30 dənə figur. 30 dənə belə figur varsa,
və bunun bir dənəsini düzəltməyə 7 dənə çubuq işlətmişiksə, 30-u 7-yə vururuq, olur 210 dənə çubuq. Yəni cavab olacaq A variantı. Sonra 62-ci sualda burada nəyə diqqət edirik? Baxın, hərflərin yazıldığı sırayla saylarına baxıram. M hərfi başqa yerdə yoxdur. Bir dənədir. Yazmışam 1. A hərfi burada da var, burada da var, burada da var. 3 dənədir, yazmışam 3. C hərfi bir dənədir, yazmışıq 1. İ hərfi bir dənədir, yazmışıq 1. S hərfi bir dənədir, yazmışıq 1. T hərfindən 2 dənədir, 2 yazılıb. R hərfindən 2 dənədir, 2 yazılıb. A hərfini onsuz da bayaq saymışam deyən təzədən yazmıram. T-nı yazmışam deyə yazmıram. U hərfi də bir dənədir, yazmışıq 1. Yəni, hər hərfdən neçə dənə varsa yazıldığı sırayla ədədləri düzməliyəm. B hərfi bir dənədir, yazıram 1. İ hərfi 3 yerdə var, yazıram 3. R hərfi bir dənədir. İ hərfini artıq saymışam, bir də yazmıram. N hərfi bir dənədir, C hərfi də bir dənədir. Yəni, doğru cavab olacaq A variantı. Gəldik 63-cü suala. Bağlantı sualıdır. Görürsünüz, bir dənə C-dan, bir dənə, belə deyək, xət çıxıb. Deməli, mən bir dənə xət çıxana baxıram ki, bu C-dır. C birləşməli idi Z-ya. Burada Z-nı yazdıq. Baxıram ki, 2 dənə xət çıxan, bir dənə N var. Başqa 2 xət çıxan dairəmiz yoxdur. Ona görə N-nı yazdım bura. N-nın birləşdiyi digər tərəfdə P-dır. Deməli, X-imiz olmalıdır P. Bu iki variantı atıram. N, Z, C-nı da yazmışıq. Yəni, bunları da atıram ki, bunlar heç biri Y-in yerində deyil. Deməli, cavab olacaq B variantı. Sonra gəldik 64-cü suala. Sudoku sualıdır. 1-dən 6-ya qədər olan rəqəmləri yerləşdirməliyik. Baxırıq ki, burada fikir versəz, burada 4 işlənib, bu sətirdə 4 olanmaz. Burada 4 işlənib, sütunda 4 olanmaz. Burada 4 işlənib, sütunda 4 olanmaz. Bildik ki, ona görə 4 burada olmalıdır. Burada 4 işlənirsə bu tərəfdə 4 olanmaz. Burada 4 işləmsə sütunda 4 olanmaz. Burada 4 işləmsə sütunda 4 olanmaz. Məcbur bu blokun içində bir dənə boş yer buradırsa, deməli 4-ü buraya yazmalıyam. Sonra baxaq nəyin yerini tapmaq mümkündür. Bir də bu xətləri silək. Bura 4, bura 4 yazdıq. Sonra bu blokun içərisində 3, 4 işlənibsə, qalıb bizdə 1, 2, 5, 6. 6'lar burada olamaz. Deməli, 6 ya buradadır, ya buradadır. Bu blokun içərisində də 4, 6 işlənib, 1, 2, 3, 5 qalıb. 3'ü buraya yazanmaram, çünki sətirdə var. Bu iki xana 3 olanmaz. 3'ü buraya yazanmaram, sətirdə var. Deməli, 3'ü buraya yazdıq. Qaldı bu blokun içində 1, 2, 5. Baxıram ki, 5 burada varsa bu iki xananın ikisi də 5 olamaz. Amma bu blokda mütləq 5 olmalıdırsa, deməli sual işarəsi olacaq 5. Cavab olacaq D variantı. Səhv düşüb PDF-də. Bura D-dir. Daha sonra 65-də L, M, X, Y bir-birindən və sıfırdan fərqli rəqəmlər olarsa, L plus X-i tapın. Deməli, mən baxıram ki, əgər X-i M-ə vurub, X almışamsa, deməli, M-in qiymətinə yazıram 1. Sonra baxıram ki, bizdə M 1-dirsə, L-dən X çıxanda 1 alınıbsa, deməli, L X-dən bir vahid böyük olan bir ədəddir. Bizdən L ilə X-in cəmini soruşur.
Baxıram ki, M-dən X çıxanda L alınıbsa, aydın məsələdir ki, bunların heç biri sıfır olanmır deyən, yəni mən birdən ancaq sıfır çıxıb bir ala bilərəm, ya da birdən bir çıxıb sıfır ala bilərəm. Başqa cür burada versi olmur. Deməli, buradan bir vahid verib. 11-dən X çıxıb L almışam. 11-dən X çıxıb L alınırsa, deməli elə L üstəgəl X-in özü 11-dir. Deməli, cavab olacaq B variantı. Keçdik növbəti mətnə 66-67-ci mətnlərə. Deməli, burada rayonların adlarını verib bizə. Deməli, bu rayonlarda yaşayan adamların boylarını verib, çəkilərini verib, şəxslərin adlarını verib və hansı məsafədə olan istirahət mərkəzindədirlər, onları verib. Deməli, yuxarıdan əvvəla rayonların adlarını qeyd eləsəm, Qazax, Gəncə, Quba, Qəbələ, Lənkəran. Bir sətirdən qeyd eləməliyik boylarını, bir sətirdən çəkilərini, bir sətirdən adlarını, bir sətirdən də neçə kilometr uzaqlıqdadırlarsa o məsafəni qeyd eləməliyik. Bizə verib ki, boyu ən hündür olan, boyu ən hündürsə 2-dir. Gəncədə yaşayan B. Boyuna yazdıq Gəncəyə 2, adına da yazdıq B. Sonra çəkisi yalnız Qəbələdən olan adamdan azdır. Deməli, bunun çəkisi 68 olmalıdır və Qəbələdə yaşayan çəkisi 70 olmalı ki, bir dənə ondan balaca olsun. Deməli, Gəncəyə çəkiyə yazırıq 68, Qəbələyə yazırıq 70. Aha, boyu ən hündürdür, Gəncədə yaşayır, B adlı şəxsi çəkisində yazdıq. Bu şərt bitdi. Keçdik o birisinə. Yaşayış yerindən ən uzaq məkanı seçən. Çəkisi ən çox olan A. Çəkisi ən çox olan 70 idi. Deməli, A-nı buraya yazmalıyıq. Və ən uzaq məsafəni seçibsə, məsafəyə yazmalıyıq 420. A, boyu ən qısa olandır. Ən qısadırsa 1.6-dır boyu. Bunu da qeyd elədik. Sonra deyir ki, D-nin çəkisi Lənkəranda yaşayan C. Lənkərana yazdıq C-ni, Qubada yaşayan Y. Y-ni yazdıq Qubuya. Bir dənə D qalıb, D-ni də yazdıq Qazağa. Deyir ki, D-nin çəkisi C-nin çəkisindən böyük, Y-nin çəkisindən kiçikdir. Qalan çəkilər 55, 60, 62-dir. C-yə yazdıq 55, D-yə yazdıq 60, Y-yə yazdıq 62. Sonra deyir ki, yaşayış yerinə ən yaxın məkanı seçən Qazaxdan olan şəxs. Deməli, 150 kilometri Qazaxa yazmalıyıq. Boyunun hündürlüyü, yəni D-nin boyu 340 kilometr məsafəni seçənin boyundan hündürdür. Kimdənsə hündürdür. 170 kilometr məsafədə məkan seçən Qubada yaşayan şəxsin boyundan kiçikdir. Deməli, Y-dən kiçikdir. Və bu 170 kilometr məsafəni seçib bunu da yazdıq. İndi bu 340 kilometr məsafəni seçən kimdir bilmirəm, amma D-nin boyu ondan böyük olmalıdır. Mən buranı götürə bilmərəm. Bu adamı B kimi götürə bilmərəm. Niyə? Çünki buradakı adamın boyu 2 metrdir. Məsələdə ən hündür boy 2 metrdir. Yəni ondan böyük 2 adam yazanmaram. Ona görə məcbur mən 340-ı buraya yazıram. Bizdə qalıb bir dənə 200. 200-ü də buraya yazıram. Onda belə çıxır ki, 340 kilometr məsafədə olanda C idi. Bizə lazımdır CDY-nin boyları balacadan böyük olaraq düzülüb. 1.7, 1.8, 1.9. C oldu 1.7.
D oldu 1,8. Y de oldu 1,9. Hamısını tapdıq. Bizə deyir ki, B yaşayış yerindən hansı məsafədə yerləşən istirahət mərkəzinə getmişdir? B 200 metr məsafəyə getmişdi. Cavab oldu C variantı. 67-ci sualda deməli bizə deyir ki, çəkilərinin boylarının seçkiləri məkanların artma sırası ilə bağlı hansı doğrudur? Deməli biz ilk olaraq seçməliyik. Ürək nə idi? Çəkiləri. Çəkilərini artma sırasıyla düzsək. Ən azı burada çəki 55'dir, yəni C-ninkidir. Sonra 60'dır, yəni D-ninkidir. Sonra 62, yəni Y, sonra 68B, sonra 70A. Yəni bu düzdür. Smailik boyları göstərir. Ən balaca boy burada 1,6'dır. 1,6 kimdir? A'dır. Sonra 1,7 C'dir. Sonra 1,8 D'dir. Sonra 1,9 Y, sonra B olmalıdır. Burada B sonra Y yazıbdı deyən o səhvdir. Keçirik üçüncüyə. Bu da məsafələrə görədir. Məsafəyə görə ən azı 150'dir, yəni D. Sonra Y'dir 170, sonra B'dir 200, sonra 340C, sonra 420A. Bu da düzdür. Deməli, doğru cavab olacaq bizdə D variantı. 68-də məktəb şagird ilk sətirdə verilib bizə, yəni məktəbdə təhsil alan adam şagirddir. Universitetdə təhsil alan adam da tələbədir. Deməli, cavab olacaq B variantı. Keçdik 69-71-ci mətnlərə. Səmanın həftə içi geyinə biləcəyi ağ, yaşıl, mavi, çəhrayı rəngdə 4 fərqli köynəyi, sarı, qırmızı, narıncı, boz rəngdə 4 fərqli şalvarı var. Bizə lazımdır ki, biz bunları uyğunlaşdıraq ki, hansı gündə, hansı rəngdə şalvar və yaxud da köynək geyinib. Özü də bizə qeyd edib ki, həftə içinə bölməliyik. Tutaq ki, bura yazaq şalvar, burada yazaq köynək. Burada həftənin günlərini qeyd eləyək. Baxaq bizə şərtdə indi nə verir? Deyir ki, şalvar və köynəklərdən yalnız birini həftənin 2 günündə geyinmişdir. Çərşənbə günü yaşıl köynək geyinmişdir. Deməli, çərşənbə gününə köynəyə yazırıq yaşıl. Qırmızı şalvar geyindiyi gün ağ köynək geyinmişdir. Qırmızı ilə ağı da bir yerə yazmalıyıq. Amma hələ tam boşdur deyən cədvəl bilmirəm yerinə. Bazar ertəsi günü çəhrayı köynək, sarı şalvar geyinmişdir. Çərşənbə axşamı və cümə axşamı eyni şalvar geyinmişdir. Deməli, ikinci və dördüncü günlər eyni geyinməlidir, eyni rəngdə. Sonra, cümə axşamı və cümə günləri fərqli şalvarlar və eyni köynəyi geyinmişdir. Cümə axşamı cümə, yəni 4-cü, 5-ci günlər bu fərqli şalvarlar, amma eyni köynək geyinməlidir. Qırmızı şalvarı yalnız birinci gün geyinmişdir. Daha doğrusu bir gün geyinmişdir. Deməli, biz bu qırmızı ağı yerləşdirməliyik. Bizə deyir ki, qırmızı şalvarı yalnız bir gün geyinib. Əgər mən ikinci günə yazmağı istəsəm, ikinci gün dördüncü gündən eyni rəng geyinməlidir. Deməli, ikinci günə qırmızı yazsam, gərək dördüncü günə də qırmızı yazsam, onda şərtə zidd olar. Bura yazanmadıq 2-4-ə. Üçüncü gündə də köynək hissə doludur deyən yazamırıq. Deməli, qırmızı ağı biz 5-ci günə yazmalıyıq. 5-ci gün əgər ağ rəngli köynək geyinibsə, deməli 4-cü gündə həmin rəng köynək geyinməlidir. Burada yazdıq ağ. Çəhrayı, yaşıl, ağ köynəkləri qeyd elədik.
Deməli, ağ, yaşıl çəhrayı, bir dənə mavi köynək qalıb. Mavini yazdıq bura. Şalvarlardan sarı və qırmızını qeyd eləmişik. Narıncı və boz qalıb. Deməli, əgər ikinci günə biz narıncını yazsaq, gərək dördüncü günə də yazaq. Üçüncü günə boz düşəcək onda. İkinci günə boz yazsaq, gərək dördə də boz yazaq. Onda üçüncü günə narıncı düşəcək. Cədvəli qurduq. 69-da deyir ki, səma, ağ, mavi, çəhrayı köynəklərdən hansıları cümə axşamı geyinmiş olar? Cümə axşamı dördüncü gündür. Ağ rəng köynək geyinib dördüncü gündə. Deməli, cavab olacaq A variantı. Hansı səmanın çərşənbə günü geyindiyi şalvar ola bilər? Yəni, üçüncü gün geyindiyi şalvar ya bozdu, ya narıncıdır. Yəni, 2 və 3 ola bilər. D variantı. 71-də deyir, verilənlərə görə hansı mütləq doğrudur? Baxaq, A variantında verib ki, çərşənbə axşamı sarı şalvar. Çərşənbə ya narıncı, ya bozdu. Çərşənbə axşamı yaşıl köynək geyinib. Çərşənbə axşamında mavi köynəkdir. Qırmızı şalvarı cümə günü geyinmişdir. Qırmızı şalvarı cümə günü geyinib, bəli. Çərşənbə günü sarı şalvar geyinib. Boz ya da narıncı olacaq. Mavi köynəyi cümə axşamı geyinib. Ağ köynək geyinib. Bu da səhvdir. Deməli, doğru cavab olacaq C variantı. 72-ci sualda povesti yazan adam yazıcıdır, tortu da hazırlayan adam şirniyyatçıdır. Laboratoriyanın laborant hazırlamır və yaxud da nağılı qəhrəman hazırlamır, düzəltmir, meyvəni bağban düzəltmir, tamaşanı da aktyor hazırlamır. 73-də, deməli, variantlardan 4-ünü birləşdirəndə heç bir çevirmə aparmadan yuxarıdakı fiqur yaranmalıdır. Bizə artıq olan hissəni tapmaq lazımdır. Baxaq, necə yerləşdirə bilərik biz bunları. Deməli, tutaq ki, A variantını bura yerləşdirsəm, sonra B variantını bura qoysaq, sonra başqa bir rənglə də digərlərini göstərək. Məsələn, Y variantını bura yerləşdirsək, burada boşda qalan bu hissədə, diqqət elədirsə əgər, bu hissədə D variantındakı şəkildir. Deməli, bizdə artıqlıq eləyən olacaq C variantı. Keçdik 74-cü suala. Baxırıq ki, burada qıraqdakı dairəni, ən qıraqdakını gətirib bunun içərisinə qoyub, qalan hər şey yerindədir. Sonra bu qıraqdakı kvadratı gətirib içəriyə qoyub, qalan hamısı olduğu kimi qalıb. Deməli, sualı tapanda da bu rombu buradan silib, gətirib içəriyə qoymalıyıq. Romb içəridə olan variant onsuz da bir dənə A variantıdır. Cavab olacaq A. Keçdik növbəti 75-ci suala. Baxıraq ki, məsələn, buradakı bu işarə 2 addım sağ, 2 addım aşağıya gələndə bura keçib. Məsələn, bu dairələr 2 addım sağ, 2 addım aşağı gəlib bura keçib. Tutaq ki, deyə bilərsiniz ki, buradakı xətt, bu bir addım gəldi bura. Getməyə yeri yoxdursa, bu biri tərəfə keçir, bura bitdi deyə. 2 addım aşağı gəldi bura. İndi bu xananı tapanda, bu tutaq ki, ox işarəsi 2 addım sağ, 2 addım aşağı gələndə bura keçməlidir. Deməli, ox orada olan bir dənə D variantıdır. Məsələn, bu düz bucaqlı olana baxsaq, bu bir addım atanda gəldi başa, ikinci addımda bura. 1-2 addım atanda da bura gəlməlidir. Görürsünüz, doğrudan da həmin hissədə verir. Sonra keçdik 76-cı suala. 7 və 4-dən 56, həm də 7 və 4-dən 33 almalıyıq.
7 ilə 4-ün kvadratlarının cəmi. 7-nin kvadratı üstə gəl, 4-ün kvadratı eləyir 65. Rəqəmlərin yerini dəyişdik, 56 elədi. Aşağıda 3 bucağı alanda 7-nin kvadratından 4-ün kvadratını çıxıram. Eləyir 33. Rəqəmlərin yerini dəyişdim, yenə də 33 oldu. İndi burada sualın yerində yer olmalıdır ki, bunları toplayıb tərsini yazanda 54 eləyibsə, deməli özlərinin kvadratları cəmi 45 olmalıdır. 2-nin kvadratı 4, 6-nın kvadratı 36, toplayanda 40 eləyir. 36 və 9 45 eləyir. 49 ilə 25 45 eləmir. 144 ilə 64 45 eləmir. 9-un kvadratının 6-nın kvadratı 45 eləmir. Elə cavab olacaq B variantı. Aşağı hissəni də yoxlayaq. 6-nın kvadratından 3-ün kvadratını çıxanda 36-dan 9 çıxır 27. Rəqəmlərin yerini dəyişdik, oldu 72. Ödədi. Deməli, cavab olacaq B variantı. Keçirik növbəti 77-ci suala. Deməli, ABC hərfləri sıfırdan və bir-birlərindən fərqli rəqəmlərdirlər. C bölü 3 bərabərdə A plus B şərti ödənməlidir. Bizdə A və B rəqəmlərdirlərsə, yəni mən C-yə elə qiymətlər qoymalıyam ki, natural ədədləri toplayanda cavab kəsr olanmaz. Yəni, cavab natural ədəd verməlidir. Yəni, C-nin qiyməti 3-ə bölünən ədədlər olmalıdır. Yəni, ya 3-dür, ya 6-dır, ya 9-dur. C-yə 3 versəm, alıram ki, A üstə gəl B bərabərdir 3 böl 3, yəni 1. Mən sıfırdan fərqli ədədlərdirlərsə bunlar, mən nələrisə toplayıb 1 alanmaram. Yəni, bu hal ödəmir. C-yə 6 verirəm. A plus B olacaq onda. 6 böl 3, yəni 2. A ilə B-yə ya gərək 1-1 verim ki, toplayanda 2 eləsin, ya da 2-0 verim. 1-1 verəndə şərtdə deyir ki, rəqəmlər fərqli olmalıdır, ödəmir. 2-0 verəndə sıfırdan fərqlidir deyir, yenə ödəmir. Deməli, bu halda getdi. C-yə 9 verəndə A plus B bərabərdir 9 böl 3, yəni 3. Onda AB, A-ya 2, B-yə 1, ya da A-ya 1, B-yə 2 verə bilərəm. Yəni, ədədim ya 219, ya da 129 ola bilər. Bizə deyir ki, ən böyük və ən kiçik ədədlərin fərqini tapın. 219-dan da 129 çıxıram, eləyir 90, cavab olacaq A variantı. 78-də fərqli variantı soruşur bizdən. Rombun diaqonalı olur, yəni romb fiqurunun bir elementidir diaqonal. Trapesiyanın orta xətti olur, üçbucaqda hündürlüyü olur, çevrəndə vətər olur. Amma median kvadrata aid olan bir element deyil, üçbucaqda olur. Ona görə də fərqli variant olacaq A variantı. Kvadratda median olmur. Keçirik növbəti 79-cu suala. Kənarlarda qırıq-qırıq xətlər olanda şəkli həmin yerlərə tamamlamaq lazımdır. Həmin hissələrə bir-bir simmetriyalarına baxmalıyıq. Burada bax, bu hissəni aşağıya açırıqsa, bu küncdəki yumru kənara düşməlidir. Eləcə də digər tərəflərdə də həmin o yumru hissə qıraqlara gəlməlidir. A variantını birinci elə atırıq, digər variantlar künclərə görə qalır. Daha sonra Y variantında ortadakı dairə itirilib. Fiqur yoxa çıxa bilməz simmetriyada. Y variantı da gedir. Sonra başlanğıc şəkildə dəyişiklik olmamalıdır. Bu hissəni yoxlayırıq ki, variantların hamısında eyni verilir. İndi simmetriyanı yoxlamalıyıq. Əgər biz bunu belə çarpaz şəkildə simmetriya eləyiriksə, çarpaz simmetriya eləyəndə bu sola baxan o sağa baxa bilməz. Nə də sola özünə baxa bilməz. 90 dərəcə yaratmalıdır. Yəni, bu belə üzü aşağı dayanmalıdır ki, bunlar 90 dərəcə yaratsınlar. O da harada verilib? C variantında. Burada görürsünüz, ikisi də sola baxır. Çarpaz qatlayanda belə bir şey ola bilməz. Eləcə də D-da da. Bu sola, bu sağa belə baxa bilməz. Yəni, cavab qalır C variantı. 80-82-ci suallar tərəzi sualıdır. 1-dən 9-a qədər ədədlərdən istifadə eləməliyik və bir fiqurda tərəzidə yoxdur, bizə bunu qeyd edəyib.
Deməli, baxırıq ki, bizdə bunu biraz kiçildim. O bir sualda görünsün deyə. Aha. Baxırıq ki, burada elementlər çoxdur deyən, bu hissədə də element azdır deyən, bacardığım qədər kiçik qiymətləri verib başlayıram. Bu kvadratlara 1, dairələrə də 2 vermiş olsam, bu 12, burada da 12-dən fiqur var. Yəni, bu tərəzinin ümumi ağırlığı 24-dür bu qolun. Deməli, bu hissə görürsünüz daha aşağıdır, daha ağırsa, yəni bu ən azı 25 olmalıdır. Mən də baxıram ki, əgər dairələrə 8 versəm 24 olardı, tarazlıqda olardı. Deməli, tək şansım bura 9 verməkdir. Bu elədi 27. Bu qol 24, bu qol 27-dirsə, yəni bu tərəzinin bu hissəsi 51-dir. Və görürsünüz, buradakı tərəzi göstərir ki, bu daha aşağıdadır, yəni daha ağırdır. Bu 51-sə, onda bu ən çoxu bu hissə 50 ola bilər. Yəni 50-dən böyük qiymət alanmaz. Baxıram ki, indi 1, 2, 9 işlənib bizdə. Bunlar bir-birinə bərabərdir, yəni tarazlıqdadırlarsa, burada element sayı çoxdur, yəni ilk olaraq kiçik qiymətləri bura verirəm. Təkrarlar boz dairə üçün çoxdur, yəni boz dairəyə 3, kvadratlara 4, üçbucağa da 5 versəm. Bu olacaq 25. Doğrudan da elə ümumi onda bura 50 olmalıymış. 25 buradırsa 25 bura olmalıdır. 1, 2, 3, 4, 5 işləndi, 9 işləndi. Qalıb 6, 7, 8. Burada 25 yaratmaq üçün gərək üçbucaqlara 6, kvadrata 7 verək. Yəni bizim istifadə olunmayan ədədimiz 8-dir. Hansı ədəd fiqur tərəzidə yoxdur deyirsə, 8-i götürürük. Boz dairəni bizdən soruşur. O da 3-dür B variantı. 82-də deyir, hansı halda şəkildəki tərəzilərin vəziyyəti dəyişəcək? A kvadrat fiqurundan birini 2 dairə ilə əvəzləsəm. A kvadrat 4-dür, qara dairə 2-dir. 2-dən qara dairə elə 4 eləyir. Yəni, mən 4-ün yerinə elə gətirib yenə 4 yazmış oluram. Yəni, bu nəyisə dəyişmir. B-də deyir ki, üçbucaq fiqurundan birini, yəni 6-nı. Bir ağ kvadrat, yəni 4. Bir qara dairə, yəni 2. 4, 2-nin cəmi onsuz da 6-dır. Yəni, mən yenə də 6-nı 6 ilə əvəzləmiş oluram. Yəni, bu da nəyisə dəyişməyəcək. Deməli, B də olmaz. C-də deyir, ağ dairə fiqurunu, yəni 9-u, boz fiqurun 3-ü ilə. Boz fiqur bizdə 1-dir, 3 dənəsi də 3 eləyir. Təbii ki, 9-u 3 ilə dəyişəndə tarazlıq pozulacaq. Cavab olacaq C variantı. Bu da oldu 82-ci sual. Keçdik 83-cü suala, kub sualıdır. Deməli, birincisi, baxaq. Məsələn, A kvadratla bu üz qarşı üzdür. Bunlar heç vaxt belə yan-yana işlənə bilməzlər. A variantı getdi. Qara dairə ilə üçbucaq olan qarşı üzlərdə B variantı getdi. Eləcə də C variantı da eyni üzlərə görə getdi. D variantında A kvadratla bu üzü eyni vaxtda verib. Bunlar yan-yana ola bilməzlər. D-də getdi. Cavab olacaq Y variantı. Doğrudan da şəkildə bizə bu hissəni verib. 84-cü sualda xətlər mövzusuna aiddir. Baxırıq ki, bizdə bu iki şəkli birləşdirəndə sağda da həmin fiqur alınmalıdır. Mən baxıram ki, nöqtədən sola və sağa xətlər gedir və yuxarıya. Burada belə aşağıya doğru xət var. Burada nöqtədən sağa və sola doğru xətlər var. Deməli, burada da eyni şey yaranmalıdır. Deməli, nöqtədən sola xət, buradakı bu dairə hissəsi tamamlanmalıdır. Bu üçbucaq hissəsi olmalıdır. Buradan yuxarıya doğru xət verilməlidir və aşağıya doğru xət. Bir də bu yumruğunu da tamamlamalıyım. Təxmini belə bir şəkil alındı. İndi variantdan seçməliyik bunları.
Məsələn, burada yuxarıdakı bu xətt ümumiyyətlə şəkildə belə bir şey yoxdur. A variantı getdi. Sonra bax, bu hissəni özləri çəkiblər. Biz səhmədik. C variantı getdi. D-dakı bu hissəni də özləri çəkiblər. Biz səhməmişik. D variantı getdi. Bu hissəni özləri çəkiblər. Biz səhməmişik. Y variantı getdi. Deməli, doğru cavab olacaq B variantı. 85'te intervala ayırsam 3, 3, 3, 3. Görürsünüz hamısı 3'lərdir. Keçirəm o biri intervala. 2, 9, 28, 65 sual. Baxın, kənarda yazıram. 2, 9, 28, 65 sual. 2 nədir? 1'in kubu üstəgəl 1'dir. 9 nədir? 2'nin kubu üstəgəl 1'dir. 28 3'ün kubu üstəgəl 1'dir. 65 4'ün kubu üstəgəl 1'dir. Görürsünüz, kublar artır. 1, 2, 3, 4. Növbə 5'dədir. 5'in kubu üstəgəl 1. Bu da eləyir 126. Yəni cavab olacaq D variantı. Keçirik növbəti 86-cı suala. Baxırıq ki, 17 və 5-dən 2-ni necə alarıq? 17-dən çıxaram, 5 vur 3'ü, eləyər 2. 35 və 2-dən 29'u necə alaram? 35'dən çıxaram, 2 vur 3'ü, eləyər 29. Sual işarəsi 35 və 3'ün kəsişməsidir. Qaydam nədir? Buradakı ədədi 3'ə vururam. 3 vur 3'ü 35'dən çıxmalıyam. O da eləyir 26. Cavab olacaq A variantı. 87'də dərs zamanı olan fasilənin adı tənəffüsdür. Tamaşadakı fasilənin adı da antraktdır. Cavab olur B variantı. 88'də anaqram sualıdır. Deməli, buraya elə bir hissə variant yazmalıyıq ki, həm bu söz məna ifadə eləsin, həm də sağ tərəfdəki hissə məna ifadə eləsin. O da olacaq cavab C variantı. Nizanın hərflərini dəyişirik. Zan şəklində yazırıq. Yəni, bir tərəf olacaq qazan, bir tərəf olacaq zambaq sözü. Cavab olacaq C variantı. Səksən doqquzuncu sualda. Deməli, bunu yuxarıya doğru atsaq, dairə bura keçməlidir. Burada ortada üç bucaqlardır. Burada dairə yoxdur. Burada dairə sürüşüb sola. Burada dairənin simmetriyası yoxdur. Deməli, cavab olacaq B variantı. Keçirik növbəti 90-cı suala. Sonundakı 8 rəqəmini əvvələ keçirəndə 5 dəfə böyüyə bilən ədədlərdən ən kiçik. Deməli, yəni bizim ədədimiz A, B, C və s. 8-dən bitir. Bunu mən əvvələ keçirəndə olacaq 8A, B, C nöqtələr. Bu ədəd deyir ki, 5 dəfə böyüyüb. Yəni, mən böyük ədədi 5-ə böləndə əvvəlki ədədi almalıyam. 8-i 5-ə bölürəm bir dəfə. A oldu 1. 8 çıx 5 elədi 3. 1'i düşürtdük. 31'i 5'ə böləndə eləyir 6. 6 vur 5 elədi 30. B 6'dısa yazdım. 6'nı düşürtdüm. 16'nı 5'ə böləndə elədi 3. 3 vur 5 elədi 15. Qaldı 1. C 3'düsə 3'ü düşürttüm. 13'ü 5'ə böldüm 2. 2 vur 5 oldu 10 və s. bu qayda ilə gedir. Bizə nə lazımdır? 3-cü, 4-cü rəqəmlər. 3-cü rəqəm 3, 4-cü rəqəm 2'dir. Deməli, bunların cəmi olacaq 5, C variantı. Keçdik 91'ə. Tələbələr arasında keçirilən yarışda tələbələr 3 komandaya ayrıldılar. 120 qələm tələbələrə elə paylandı ki, ABC üzvünün hər birinə uyğun olaraq 3, 4, 7 qələm düşdü. ABC komandaların üzvlərinin sayını elə ABC ilə işarə eləsəm, A komandasının üzvlərinə paylanan qələmlər A sayıdadırsa və hərəsinə 3 dənə qələm verilibsə, ümumi qələm sayı 3A'dır. B komandasının hər bir üzvünə 4 qələm verilibsə 4B'dir.
C komandasının hər bir üzünə 7 qələm verilibsə 7 C'dir. Bunların cəmi olmalıdır 120. İndi baxıram ki, burada deyir ki, hansı mütləq səhvdir? C komandasında görək 12 tələbə ola bilərmi? C'yə 12 yazsaq, onda 3A plus 4B bərabərdir. 120-dən 84-ü çıxarıq. Bu da eləyər 36. Məsələn, A'ya 4 verib, B'yə 6 versək, cəm 36 eləyir. Yəni, bu mümkündür, bu düzdür. Bir getdi. İkincidə, B'də 20 tələbə var, yoxlayaq. 3A üstəgəl 7C bərabər. 120-dən 4 vur 20-ni, yəni 80-i çıxsa, bu eləyir 40. Baxıram ki, indi burada ödətdirmək mümkündürmü? Məsələn, bura 4 versək, 28, 40-dan 28 çıxanda eləyir 12. 3 vur 4-də 12-dir. Deməli, ödəyir. Bu da mümkündür. A komandasında 32 tələbə var. İndi A'ya 32 yazıb yoxlayıram. 4B üstəgəl 7C bərabərdir. 120-dən 96 çıxanda eləyir 24. Baxıram ki, burada B'yə, C'yə heç bir qiymət verə bilmirəm. Yəni, C-ni təyin eləsək B kəsr alınır, B'yə qiymət versək ki, C kəsr alınır, bizdə də adam sayı kəsr ola bilməz. Ona görə deməli 3 alınmayacaq. Keçdim 4'e. Deyir A komandasında 31 tələbə var. Onda olur 4B üstəgəl 7C bərabərdir. 120-dən 3 vur 31, yəni 93'ü çıxıram. Eləyir 27. C'yə 1, B'yə 5 versəm, 27, 27'ye bərabərdir. Bu da ödəyir. 4'də getdi. C komandasında deyir 16 tələbə var. C'yə 16 versək. Olur 3A üstəgəl 4B bərabərdir. Buraya eləyəcək 112. 120'dən 112 çıxdıq, elədi 8. Burada da heç cür qiymətləndirmə apara bilmirik. Yəni A'ya, B'yə natural qiymətlər verə bilmirik cəmin ödənməsi üçün. Deməli, səhv olanlar olacaq 3 və 5. 92'də deyir ki, yaxın mənalı sözlərin hamısını seçin. Burada doğru cavab olacaq 1, 3, 4. Sədaqət, vəfa və sadiqlik bir-biri ilə yaxın mənalı sözlərdir. Yəni, birinə sadiq olmaq, sədaqətli olmaq, vəfalı olmaq mənasında işlənir. Amma hörmət eləməklə sadiq olmaq bir-birindən eyni mənada deyil. Və yaxud da kiməsə dürüst olmaq, ona sadiq, sədaqətli olmaq demək deyil. Deməli, cavab olacaq 1, 3, 4 şəklində. 93-cü sualda deməli, T'nin sağı A, yuxarısı Y'dir. Bunu belə özümüzün qeyd edə bilərik də. T'nin sağına A, A'nın yuxarısına da Y'ni yaza bilərik. A'nın yan tərəfi L'ya tərəfdir, ayağı da İ'yə tərəfdir. A'nın ayağı İ'yə tərəfdirsə belə yaza bilərik. İ'ni L'nı da A'nın yanına elə qoymalıyıq ki, bu L'nın başı A'ya tərəf olsun. Yəni, belə olmalıdır. Bu formasında çəksək bunu, bu formada, yəni bir dənə üzümüz orada boş qalır. Hər hansısa bir hərf verə bilər bizə. Birincidə verib ki, T'nın başı L'ya tərəfdir. Bizim çəkdiyimiz şəkildə T və L qarşı üzlərdir. Bir getdi. 2'də N'nın sağı I, yuxarısı T'dır. İndi burada bu boş qalanı bura gətirə bilərik də. Belə qatlayanda bunlar birləşirlər. I ilə də T'nın əlaqəsinə baxası olsa, aşağı üst sola gedəndə sağa çevrilir. Yəni I belə düşəcək. Doğrudan da T'nın ayağı İ'yə tərəfdir. Bu hissə düz. Bunların solunda da bir boş xanamız var. N da burada işləməyib ola bilər. Yəni 2 doğrudur. 3'də bu Y yuxarı üzdür. Sağa çevirəndə Y üzü aşağı düşəcək. Sağa 90 dərəcə çevrilir. Y'nin boşluğu L'nın boşluğuna tərəfdir. Burada Y'nin boşluğu L'nın ayağına tərəfdir. 3 səhvdir. 4'də Y'nin boşluğu L'nın boşluğuna tərəfdir. Bu düz. Və L'nın bu ayaq tərəfində bir üz var burada.
Burada da var. İndi K yazıb. Bu boş xanadır. K da verer, başqa bir hərf də verər. Olar. 4 düzdür. Y'nin boşluğunu F'e tərəf verir. Bizdə Y'nin boşluğu L'ya tərəf olmalıdır. F olanmaz. 5 səhvdir. Deməli, doğru cavab olacaq 2 və 4. Daha sonra keçdik 94-cü suala. Qrafik məsələsidir. Baxırıq ki, bitkinin hündürlüyü 2 metrdən 7 metrə qədər artıb. Yəni 5 metr artıb. Neçə il ərzində? 4 il ərzində. Yazıram. 4 ilə 5 metr artıbsa 12 il ərzində boyu x metr artacaq. Çarpaz vururuq. 4 vur x bərabərdir 5 vur 12. X də bərabərdir 15-ə. Deməli, 12 il sonra ağacın hündürlüyü 15 metr artmalıdır. Başlanğıçda bunun boyu 2 idi. 15 metrdə artdı, oldu 17 metr. Yəni cavab olacaq 17. Və gəldik sonuncu 95-ci suala, aşkar cədvəldir. Birinci halda A plus B-ni bizə verib 2C. B plus C'ni bizə verib 2A plus 3. A plus C'ni də verib 27. Bunların hamısını tərəf-tərəfə toplasam, 2A üstəgəl 2B üstəgəl 2C bərabərdir. Sağ tərəf 2C üstəgəl 2A üstəgəl 3-dən 27-nin cəmdə 30-dur. 2C 2A ilə bu 2A 2C gedir. 2B 30-dursa B olacaq 15. B-ni tapdıq. Gətirib yerinə qoysaq, alırıq ki, A plus C bərabərdir 27-yə, A plus 15 bərabərdir 2C-yə. Tərəf-tərəfə də bunları çıxsa, A-lar gedəcək, 3C bərabər olacaq 42-yə, C də bərabər olacaq 14-ə. B oldu 15, C oldu 14. A-nı da tapmaq üçün 27-dən 14 çıxacaq. A da olacaq 13. A və C-ni hansını tapdıq birinci halda? Baxaq nə var burada? A plus B. 13 plus 15 28 eləyir. Deməli elə birinci A variantı gedir. B çıx C. 15-dən 14 çıxanda 1 eləyir. B variantı da düzdür. B vur C. 15 14-ə vuranda 40 eləməz. 15-in üstü 14 gələndə 35 eləməz. A plus B 13 plus 15 28 14 çıxanda 10 eləmir. Deməli, birinci halda doğru cavabımız A və B variantlarıdır. Keçirik indi ikinci hala. Burada verib bizə A plus B 3C, B plus B A plus 9, sonra A plus C, B plus 4'tür. İndi bunu həll eləməliyik. Buradan A-nı tapsaq, A bərabər olacaq 2B çıx 9-a. Gətirib bu A-nın yerinə 2B çıx 9 yazsam, C-ni tapsam, deməli, C bərabər olacaq. Mənfi 9-u sağa keçirəndə müsbət 9, 4-dən 9-u topladıq 13. 2B-ni sağa keçirəndə çıx 2B. B-dən 2B çıxanda da eləyir minus B. Bunu da tapdıq ki, 13 çıx B-dir. Hamısını gətirib burada yerinə qoysam. A, yəni 2B çıx 9. Üstə gəl B bərabərdir 3C. Yəni 3 vur 13 çıx B. 2B ilə B-ni topladım 3B. Çıx 9 bərabərdir. 3 vur 13 39 çıx 3B. 3B ilə 3B'ni topladım 6B. 39 ilə 9'u topladım 48. B də bərabərdir 48'i 6'ya böldüm 8. A-nı tapsam yerinə qoyuram. 2 vur 8 16 9 çıxanda 7. C-ni tapsam 13 çıx 8 elədi 5. İndi baxaq. A plus B 15'dir. Burada 28 yazılıb. B çıx C 8 çıx 5 3 eləyir. Burada 1 yazılıb. B vur C 8 vur 5 40'dır. Burada da 40 yazılıb. Yəni C variantı. B plus C
8 plus 5 13 eləyir, ödəmədir. A plus B çıx C. 7 üstə gəl 8, 15, 5 çıxır 10, Y variantı ödədir. Keçdik üçüncüyə. A vur B'ni bizə verib C. B vur C'ni verib bizə 196. A vur C'ni verib bizə 112. Bu ikisini tərəf-tərəfə vursam. A vur, B vur, C vur, C bərabərdir. 112 vur 196. A vur B həm də nədir? C-dir. Yəni biz bunun yerinə C yaza bilərik. Deməli C-nin kubu bərabərdir. 112-ni biz 8 vur 14 kimi parçalayarıq. 196 da 14-ün kvadratıdır. Deməli buradan da alırıq ki C bərabərdir. 8 2'nin kubudur. Burada da onsuz 14'ün kubu vardı. Yani 2 vur 14. Yani 28. C 28 ise yerine koyuram. 112'ni 28'e bölürük. A olacak 4. Onda B'ni de tapsa 28'i 4'e bölürük. B de olacak 7. Deməli, oldu bizdə. B üstə gəlci 28 üstə 7 35 D variantı. Görək başqası uyğun gəlirmi? A plus B çıxcı burada mənfi eləyəcək. B vur C 7 vur 28 40 eləməz. B çıxcı 7 çıx 28 1 eləmir. A üstə gəl B 7 üstə gəl 4 28 eləmir. Deməli, bu sualın cavabı olur 1AB, 2CY, 3D variantı. Bununla da məntiq suallarının izahını yekunlaşdırırıq. Növbəti həftə imtahanda hər kəsə uğurlar.